Hoş gördük kızlar. Bugünlərim Ağdama məxsus. Canlı da pişirdim deyən təəssüf ki, burada çəkə bilmədim. Səhifəmdə var, onun pişmiş formaları çoxdur, baxa bilərsiniz. Tez-tez deyim. Deməli, burada nə etdik? Boranı kup-kup doğrayırsınız. Mən biraz qalın doğrayıram, elə xoşlayıram. Siz nazik doğrayın. Ondan sonra bu lobiyanı görürsünüz, maş lobiya. Biz buna piyada lobiya deyirik Ağdamda. Bunu əvvəlcədən qaynatırsınız. Kup-kup doğrayandan sonra həmin lobiyanın qaynatılmışını düzürsünüz. Üzərinə yumru düyü ilə də eləmək olar. Əsl reseptdə yumru düyüdür. Bax görürsünüz, yuyur səpmişəm. Uzun düyü ilə də eləyə bilərsiniz, amma reseptdə yumru düyüdür. Onda qəşəng dadlı olur. Çünki uzun düyü ilə dadlı olmur. Boranı kup-kup doğradıq. Qaynadılmış maş lobiyanı düzdük. Üzərinə yuyulmuş yumru düyünü səpdik. Soğan doğradıq, tökdük. 2 xörək qaşığı şəkər əlavə edir ki, boranın o talx dadı, yəni torpaq dadını aparsın. Onu da səpdik. Ondan sonra yenə eyni qaydada boranın qaynadılmış lobiya, soğan doğrayırıq və bir də yenə yumru düyünü yuyub əlavə edirik və axırda boranı ilə üzərini qəşəng bağlayırıq. 2 xörək qaşığı yenə şəkər səpirik. Ortasını açırıq, yarım stəkan su əlavə edirik. Suyu çox əlavə eləməyin, çünki boranın özündə suyu çıxır. Ondan sonra da qəşəng inək yağını qəşəng ortasına qoyuruq. Ağzını bağlayırıq. Vamkodda bişir, yağa düşür, bal kimi. Pişmiş halında sizə göstərəcəm. Tez-tez dedim. Kim nə bilməsə desin, tələsirəm, ona görə dedim. Çox qəşəng. Bu yeməyin adı Ağdamda boranı səpməsidir. Bu boranlı aş deyil. Bu boranı səpməsidir. Boranı da bal qabaqdır. Yəni görürsünüz nə qəşəngdir, bal qabaq. Əsl adı biz boranı deyirik. Yeməyi artıq pişir. Baxın, əgər düyü pişibsə, baxın. Mən orada deyirdilər ki, kup-kup olanda boranı pişmir. Əksinə belə qəşəngdir. Görürsünüz? Əzi-əzi gedir. Yəni belə daha qəşəngdir. Boranı pişibsə, düyü də pişdisə, artıq lobiya və belə boranı yeməyimiz hazırdır. Biraz qapağını açıq qoyuram ki, tamam yağa düşsün. Yadımdan çıxdı, unutdum sizə deyəm. Çox tələsirdim. Burada ərik qurusu, cavalı qurusu, alça qurusu, turşu sevənlər əlavə edə bilər. Hətta qoz da əlavə edənlər var. Hətta üzərinə nar da səpənlər var. Mən heç birini eləmədim, belə sadə xoşlayıram. Yəni kişmiş də arasına səpə bilərsiniz. Ürəyiniz nə cür istəyir, bu sizin öz istəyinizdən asılıdır. Mən belə sadə xoşlayıram. İndi qapağı biraz açıram. Görürsünüz, artıq yağa düşür. Bir damcı da yağa düşsün. Bu yemək yağı çox sevir. Çox da pişirib əzməyin. Bax belə. Artıq gözəl yemək hazırdır. Üstü bitsin, daha gözəl görsənsin. Üstü imkan verməyin. Yeməyin gözəlliyinə baxın, pişirin, yiyin, mərdə bağırsan dərmanı. Çox rahat, yüngül yeməkdir. Görün nə gözəldir. Çox əzmirik. Deyib ki, telefonum hansısa effektə keçdi. Həm də yeməyə buğu imkan verir, çox qəşəng çəkim. Görsün nə qəşəngdir. قسمت تجهز خيرها خيرها ونازي